Yağlı rəqsi Azərbaycan xalqının qədim milli rəqslərindən biridir və milli irsimizin ayrılmaz hissəsidir. Ümumiyyətlə, yağlı rəqsi həmrəylik, birlik, kütləvi ruhun rəmzidir və əsrlər boyu bu rəqs xalq ənənələrinin qorunub saxlanmasına xidmət etmiş və bugün də Azərbaycanda milli mədəni kimliyinin vacib simvollarından biridir. Birlik Yağlı Rəqs Festivalı uşaqlara həm milli dəyərlərimizi, həm də qədim rəqs mədəniyyətimizi aşılamaq baxımından vacib rol oynayır. Bu layihədə müxtəlif yaş qruplarından uşaqlar iştirak edir. Təbii ki, məktəbli yaşında olan uşaqlar, həm böyük, həm kiçik yaşlarında olan uşaqlar var. Layihə boyunca müxtəlif yaş qruplarından olan uşaqların həm səhnə bacarıqları, həm də komanda ruhu inkişaf edir. Biz çox sevinirik ki, onlar dərsə həvəslə gəlirlər və milli rəqslərimizə qarşı bu qədər sevgi ilə yanaşırlar. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Uşaq Fondu bu il Musiqi və Rəqs Festivalına başladı və yanvar ayından biz elan vermişdik və Bakının müxtəlif rayonlarından bizə müraciətlər olub. 350 müraciətdən çox almışıq və hətta rayonlardan da Azərbaycanın müxtəlif bölgələrdən və Bakıda həm Səbayıl, həm Qaradağ, Sabunçi, Yasamal, yəni digər tərəflərdən də şagirdlər bizdə iştirak edirlər. Bu il bizim festivalımız məhz yağlı rəqsinə həsr olunub. Festivalın adı da məhz ondan bəhrələnib. Festivalın adı Birlikdir. Birlik Uşaq Rəqs Festivalına hazırlıqlar fevral ayından başlayıb. Mart ayında biz seçim turları keçirmişdik. Bakının müxtəlif məktəblərində onlarca uşaqları seçmişik və çox çətin bir seçimdir. Çünki uşaqlarımız çox istedadlıdır, çox həvəslidir və hamısı bu tədbirdə iştirak etməyə istəyirdilər.